qəlblərin vəsiflərindən qəlblərin qaplanması, qəlbin hicablanması, qəlbin qaplanması. Qaplanması nə deməkdir? Yəni o qəlbin üzərini pas örtməsi. Elə bir dərəcədədir ki, artıq günahlar səbəbi ilə pas örtüb o qəlbin üstü. Qaplanıb. Ona görə Allah Teala Quran-ı Kərimdə nə deyir? Kəllə bəl rana alə qulubihim mə kənu yeksibun. Deyir ki, xeyr, əksinə onlar etdikləri əməllərə görə onların qəlbləri qaplanmışdır. Bu vəsifləri bilməyin bizə faydası var. Fayda nədir? Bu vəsiflər kimlərin vəsifləri olduğunu bilək və hətta onların əməllərindən uzaq olaq ki, qəlblərimiz təmiz olsun. Qəlblərimiz pak olsun. Ki, hətta o qəlb xeyri xeyir kimi görsün, ona tabi olsun və şərri şər kimi görsün, ondan uzaq olsun deyə. Nə vaxt qəlb qaplanır, nə vaxt qəlbin üzərini pas bağlayır, günah üzərinə günah gəldiyi zaman. Hər dəfə günah olanda o günahdan tövbə etmədiyin zaman. Günahın olması mümkündür, labüddür, hər birimiz günahkarıq. Lakin o qaplanmanın baş verməməsi üçün hər dəfə günahdan sonra tövbə eləmemiz lazım. Və daima tövbə üzərində olmağımız lazım. Ona görə Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, Tu'radul fitanu aləl qalbi kəl-hasiri udən udə. Fitnələr insan qəlbinə həsirin çubuqları kimi bir-bir ərz olunur. Həsir, bilirsiniz, çubuqlardan düzəlir, düzdür? Bir çubuq, 2, 3, 4 yanaş-yanaşa qoyulur, ondan həsir düzəldilir. Deyir ki, fitnələr insan qəlbinə həsirin çubuqları kimi bir-bir ərz olunur. فَأَيُّ قَلْبٍ اُشْرِبَهَا نُكِتَ ف۪يهِ نُكْتَةٌ سَوْدَى وَأَيُّ قَلْبٍ اَنْكَرَهَا نُكِتَ ف۪يهِ نُكْتَةٌ بَيْضَى. Burada fitnələr deyəndə günahlar qəsd olunur. Günahlar insan qəlbinə o formada bir-bir ərz olunur. Hansı qəlb onu özünə çəkərsə, ora qara nöqtə düşər. Və hansı qəlb onu özündən uzaqlaşdırarsa, ora ağ nöqtə düşər. Hətta sonda iki qəlbdən birinə çevirilər. Qapqara qəlbə çevrilə bilər, əgər qara nöqtələr çoxaldıqca. Qara nöqtələr çoxaldıqca sonda qapqara bir qəlbə çevrilir. Və artıq nə xeyri görmür ki, ona tabi olsun, nə şərri görmür ki, ondan uzaq olsun. Və belə olanda artıq o qəlb körlanır. Az öncə keçən vəsiflər belə qəlbin vəsifləridir. Körlanır, hicab bağlayır, qaplanır, paslayır. Və sən də bir mömin kimi istəyirsən ki, hidayət yolunda olasan. Allahın Quranda və Peyğəmbər sallallahu aleyhi ve sellemin hədislərində olan mənaları hiss eləyəsən və onları dərk eləyəsən, Qur'anı tədəbbür eləyəsən, lakin bacarmırsan. Səbəb nədir? Səbəb həmin qəlbin günahları və qəlbən üzərini pas bağlaması və həmin o pas mani olur sənin haqqı görməyinə. Necə ki Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, "La ya'rifu ma'rufan və la yunkiru munkara." Nə yaxşını tanımır, nə də münkəri inkar eləmir. O birisi qəlb deyir ki, ağappaq bir qəlb olur. La yadurruhu şey'un ma damatis semawati vel ard. Göylər və yer qaldığı qədər o qəlbə heç bir şey zərər toxundura bilməz. O qədər o qəlb nurlu bir qəlb olur ki, pak, ağappaq bir qəlb olur ki, günahlar ona yaxınlaşdıqca o qəlb, oradakı iman o günahları yandırır. Və insan hər dəfə Allaha qayıdır. Hətta o günahlardan tövbə edir. Və o qədər tövbə edir ki günahlardan və o tövbə eləməsi özü onu Allaha daha da yaxınlaşdırır. Və hər dəfə günah elədiyi zaman Allaha qayıdır. Hər dəfə günah elədiyi zaman Allaha qayıdır. Çünki qəlbini fikirləşir. Niyə qəlbini fikirləşir? Qorxur ki, həmin günah orada qara nöqtə kimi qalar. Və o günahın orada qara nöqtə kimi qalmaması üçün hər dəfə tövbəyə tələsər. Hər dəfəsində tövbəyə tələsər. Bəzən sual verirlər ki, mən eyni günahı 10 dəfə eləyirəm. Hər dəfəsində tövbə eləmişəm. Amma artıq görürəm, çox eləyirəm o günahı. Və Allah Teala birdən məni bağışlamaz. Çünki davamiyyətli şəkildə eləyirəm. Sən bil ki,
Sən hər dəfə günah etdiyindən, tövbə elədiyin zaman Allah səni bağışlayır. Hətta həmin günah səndən milyonlar dəfə təkrarlansa belə, hər dəfəsində sənin tövbə eləməyə ehtiyacın var. Və hər dəfə tövbə eləyəndə Allah sevinir. Və hər dəfə tövbə eləyəndə şeytan peşman olur. Və hətta elə bir gün gələ bilər ki, sən hər dəfə Allaha qayıdan bir qul olduğuna görə, əvvablərdən olduğuna görə, yəni daima Allaha qayıdanlardan olduğuna görə, Allah-u Teala səni o günahdan tamamilə uzaqlaşdırar və elə peşman şəkildə o günahdan uzaqlaşarsan ki, və Allaha elə şəkildə yaxınlaşarsan, həmin günahda olan peşmançılığına görə, hətta şeytan deyər ki, kaş ki mən onu o günaha salmazdım. Hətta şeytan deyər ki, kaş ki mən onu o günaha salmazdım. Niyə? Çünki o dərəcədə tövbə elədi. O dərəcədə həmin günahdan sonra o günah ona sanki bir rəhmət oldu. Onu Allaha o formada qaytardı. Bəzən ona görə bəzi alimlər deyirlər, sələflər deyərdilər ki, bəzən günah insanın cənnətə düşməsi üçün səbəb ola bilir. Yaxşı əməl insanın cəhənnəmə düşməsi üçün səbəb ola bilir. Deyirlər ki, bu necə olur? Günah insanın cənnətə düşməsi üçün necə səbəb ola bilər? Deyir ki, o günah eləyir, günahdan sonra elə bir tövbə eləyir ki, elə şəkildə Allaha qayıdır ki, və onun o şəkildə Allaha qayıtması onu günahlardan uzaqlaşdırır və peşmançılığına görə Allah-u Teala onun dərəcəsini artırır. Və Allah-u Teala onu özünə o qədər yaxınlaşdırır. Və hətta şeytan deyir ki, kaş ki mən onu o günaha salmazdım. O birisi insan isə salih əməl eləyir və salih əməli ilə fəxirlənir və bəyənir özünü, öz əməlini bəyənir və o ilə fəxirlənməsi və ona ucub xəstəliyi gəlməsinə görə həmin günah onun bəlası olur. Həmin savab əməl onunla fəxirlənməsi, onun bəlası, onun həlaki olur. Və buna görə, əziz qardaşlar, bizim üzərimizə düşən ən mühüm məsələlərdən qəlblərin vəsiflərini bilmək və həmin vəsiflər nə zaman insanın qəlbinə həmin vəsiflərlə vəsf olunur, onu bilmək və o əməllərdən uzaq olmaq və qəlbin sabit qalması üçün Allaha dua eləmək və bilmək ki, Peyğəmbər sallallahu aleyhi ve sellem dediyi kimi, qəlbimiz Rahmənin barmaqlarından ikisi arasındadır. İstədiyi tərəfə çevirir və qəlb də çox sürətli şəkildə çevriləndir və bunu bildiksə, mütləq və mütləq qəlbimizin sabit qalması üçün Allahdan yardım diləmək və Allaha dua eləmək və yalvarmaq, səcdələrimizdə yalvarmaq ki, Allah-u Teala qəlblərimizin körlanmasından, fəsadından bizi uzaqlaşdırsın, bizi salamat eyləsin.